Salam əziz müəllimlər, xoş gördük hər birinizi. Bugün istədim ki, sizə Təhsil Nazirliyinin bilavasitə özünün paylaşdığı nümunə sualların izahını sizə təqdim edim ki, bilirsiniz ki, artıq imtahan müddətinə çox az qalıb və ilk olaraq da ikinci şans müəllimləri imtahana gedəcəkdir. Bu səbəbdən çalışdığım qədər həm YouTube kanalında, həm WhatsApp qrupunda aktivliyi həyata keçirməyə davam edirəm ki, bu da sizlər üçün faydalı olar deyə düşünürəm. Siz xahiş edirəm bir dənə linki paylaşın, abunə olun və şərh bölməsində də fikirlərinizi qeyd edin. Və suallarla gəlin sizi tanış edim. Deyir ki, qrup işi zamanı müəllim müşahidə edir ki, şagirdlərdən biri müzakirələrdə dominantlıq edir. Dominantlıq nə deməkdir, əziz müəllimlər? Hökmranlıq etməkdir. Yəni, mənəm deyir də, belə deyə bilərsən. Bu da digər şagirdlərin fəaliyyətindən kənarlaşmasına səbəb olur. Nəticədə şagirdlərin öyrənməsi aşağı düşür. Bu problemi həll etmək üçün verilən yollardan hansı səmərəlidir? Deməli, mən səmərəli, düzgün olanı seçməliyəm. Ki, burada müəllim nəyi etsə, bu uşağın etdiyi bu dominantlıq digər şagirdlərin təlim nəticəsini reallaşdırmasına mane olmayacaq. A variantında deyir, dominantlıq edən şagirdə mane olmamaq lazımdır. Çünki onun üçün öyrənmə prosesi yüksək səviyyədə gedir. Nə əlaqə bu? Mən necə o hökmranlıq edir, mən ona göz yumum? A, əlbəttə ki, olmayacaq. Qaydaları xatırlamaqla prosesə müdaxilə edib digər şagirdlərdə müzakirəyə təşviq etmə məqsədə uyğundur. C-də deyir, baş verənləri görməzdən gəlmək. Sonra şagirdlərin özlərini problem həll etmələrini gözləmək lazım. Ümumiyyətlə, mən onu görməzdən necə gəlim? 1:45 dəqiqədir, hökmranlıq edir. Artıq bunu mən görürəm və digər şagirdlərdən də mane olur. C də olmayacaq. Dominantlıq edən şagirdlər dərsdən sonra danışmaq. Yəni, dərsdən sonra danışmaq deyirəm. Mən gözləyim, onda 1:45 dəqiqə bitsin. Bəs mən həmin zaman o 45 dəqiqə ərzində olan işim, bu da olmayacaq. Qrupdakı şagirdlər arasında vəzifə bölgüsü aparmaq bütün şagirdlərin müzakirədə bərabər hüquqlu iştirakına şərait yaratmaq məqsədə uyğundur. Artıq qrup işi gedir və mən orada təzədən qrup işinin içərisində vəzifə bölgüsü yaratmaq, təzədən bu prosesi davam etdirmək vaxt etkisi olacaq. Bu da olmayacaq. Əlbəttə B variantıdır. Qaydaları xatırlatmaqla prosesə müdaxilə edirsən, digər şagirdləri müzakirəyə təşviq edirsən. Fasilitator müəllimin zamanında, məqamında müdaxilə etmək qaydası burada işə düşür. Qayda xatırladıram. Çünki biz sinifin idarə olunmasında qayda prosedur dedik. Dedik ki, müəllim qeyri-verbal, qaş-gözlə şagirdə başa sala bilər ki, dərsə bölməsin, adını lövhəyə yaza bilər, sarı kart verə bilər, takistik ünsiyyətdən istifadə edə bilər, toxuna bilər ona ki, vaxt etkisi olmadan, dərsə bölmədən baş verən xoşa gəlməz halları aradan qaldırmaq üçün. Bax, onu da deyim ki, sırf olaraq sizin suallarınız bu tipdə olacaq. Ona görə bütün variantları diqqətli şəkildə oxuyun. Mən cavabı deməmişdən qabaq özünüz işləyin. Sonda isə şərh bölməsində yazmağı unutmayın ki, bu 4 dənə sualdan neçəsini düz yazmısınız. Birinci sualın cavabı olacaq B variantı. Sonra keçək digər ikinci suala. Deyir, şagirdlər sinifdə təqdimat edərkən sinif yoldaşı müdaxilə edir yenə. Tez-tez də yerindən danışır, zarafat edir, danışanın sözünü kəsir. Bu situasiyada problemi necə həll etmə məqsədə uyğundur? Burada deyir ki, şagirdin müdaxiləsi zarafatyanı olduğu üçün prosesi dayandırmamaq, soyuqqanlı olmaq məqsədə uyğundur. Xeyr, əslində, niyə ki? Çünki dərsə mane olur axı. Təqdimata müdaxilə edən şagirdin hamının yanında irad bildirmək. Ümumiyyətlə, heç bu cümlənin sonunu oxumuram. Hamının yanında irad bildirmək, dəstəkləyici mühiti pozmaq bu olmayacaq. Təqdimata müdaxilə edən şagirdə dərsdən sonra təklikdə danışmaq, onun davranışını digər sinif yoldaşlarının necə təsir etdiyini diqqətlə yönətmək. Dərsdən sonra olmayacaq. Çünki 1:45 dəqiqəm artıq mənim yararsız olacaq da. Mən o 1:45 dəqiqə ərzində dərsin içərisində baş verən o xoşa gəlməz halı dayandırıb dərsə davam etməliyəm. D-də də deyir ki, şagirdlərin müdaxiləsinə göz yummaq, təqdim edən şagirdin özünün problemi həll etməsinə gözləmək lazımdır. Təqdimata müdaxilə edən şagirdlərin adını lövhədə yazmaqla, bax, sanki bundan öncə dediyimin sinonimidir bu.
Doğrudur, qrup qaydalarını xatırladırsan, qeyri-verbal ünsiyyətdən istifadə edirsən ki, bax məqsəd nədir? Vaxt itkisi olmadan hal-hazırda 45 dəqiqə ərzində baş verən problemi aradan qaldırmağa cəhd etməkdir. Cavab olacaq əlbəttə ki, burada Y variantı. Sonra növbəti suala baxaq. Verilənlərdən hansı effektiv, konstruktiv rəydir? Mən konstruktiv, effektiv rəyi axtarıram. Görək hansı rəy düzgün rəy sayılacaq. Baxaq A variantında. A-da deyir ki, problemin həlli yollarını düzgün göstərmirsən, amma bəzi məqamlarda səhvə yol vermirsən. Növbəti dəfə çalış, o səhvlərini etmə. Çünki bu sənin qiymətinin aşağı düşməsinə səbəb olacaqdır. Dedik ki, burada düzgün rəy olmayacaq. Niyə görə düzgün rəy olmayacaq? Çünki onu gələcəyə yönləndirmədi, yol göstərmədi. Sadəcə olaraq gördüyü mənfi nüansları dedi. A-nı çıxacam buradan. Sonra gələcək B. Müzakirədə fikirlərini aydın ifadə etdin, amma yoldaşlarının danışığına fürsət vermədin. Keçən dəfə də belə etmirsən, belə olmaz. Ümumiyyətlə, keçmişə yönəlikdir. Yəni, bilavasitə sən nə edirsən burada? Şagirdin gördüyü işin ancaq negativini vurğulayırsan. Bu da olmayacaq. B-ni də çıxacaq. C-də deyir ki, videoda istifadə etdiyin şəkillər mövzu ilə ahəng təşkil edirdi, lakin alt yazılarda bəzi obrazlarda səhvlər var idi. Belə problemlərlə qarşılaşmamaq üçün mətndəki videoyu yerləşdirməmişdən əvvəl mütləq yoxla. D-də deyir ki, essedə orfoqrafik səhvə ən çox yol verən şagird sən oldun. Sözün düzünü desək, bunu səndən heç gözləməzdim. Çünki sən həmişə çox gözəl yazırdın. Yəni, bu da olmayacaq. Çünki nəticə etibarilə burada artıq belə deyim də şagirdin şəxsinə yönəlirsən. Y-də də deyir ki, riyazi məsələlərin həllinin yolunu düz müəyyən edirsən, amma niyə bu düsturdan istifadə etdiyini izah edə bilmirsən. Hesablamalarda isə çoxlu səhvlərə yol verirsən. Belə getsə qiymətin aşağı düşəcək. Burada da yenə konkret olaraq şagirdin fəaliyyətini məhdudlaşdırırsan. Düzgün səmərəli rəy necə olmalıdır? Müəllim şagirdin gördüyü işi deməlidir. Düzünü deməlidir, səhvini deməlidir. Üstə gəldi onu aradan qaldırmaq üçün ona yol göstərməlidir, istiqamət verməlidir. C variantında deyir ki, videoda istifadə etdiyin şəkillər mövzu ilə ahəng təşkil edir. Lakin alt yazılarda bəzi orfoqrafik səhvlər var idi. Düzün dedi, səhvin dedi. Belə problemlərlə qarşılaşmamaq üçün mətni videoya yerləşdirməmişdən əvvəl mütləq yoxla. Artıq bu zaman neyinir o? Səni gələcəyə göndərdi. Sənə istiqamət verdi. Yol göstərdi ki, get yoxla. Həm düzvü dedi, həm də səhvi. Ona görə burada əsas ən düzgün səmərəli rəy C variantı olacaq. Çünki konstruktiv rəydə şagirdin həm gördüyü işi deyəcəksən, həm mənfisini, həm müsbətini, həm də ona istiqamət verəcəksən. Növbəti sualımız isə riyaziyyat dərsində şagird lövhədə məsələ həlli zamanı hesablamalarda səhvə yol verdiyinə görə məsələnin cavabını tapa bilmirdi. Verilən situasiyada müəllimin verdiyi hansı rəy məqsədə uyğun və effektivdir? Deməli, məsələ həll edir uşaq. Səhvə yol verib və cavabı tapa bilmir. Görək müəllimin hansı rəyi düzgün rəy olacaqdır. Müəllim, sən düz hesablamırsan, icazə ver, mən həll edim deyir. Heç sonun oxumasan da deyəcəksən ki, bu düzgün rəy deyil. Çünki müəllim şagirdin öz işini məhdudlaşdırır, öz üzərinə götürür. A-nı çıxacam, A olmayacaq. B. Müəllim, sən həmişə bu məsələni səhvə yol verirsən. Bu cür məsələlərə diqqət yetir. Diqqətdə saxla. Bax, gör neyir? Bir dəfəmli yenə də şagirdin gördüyü işi ancaq negativə vurğulayır da. Sən həmişə səhv edirsən deyir. Bu da olmayacaq. Müəllim deyir ki, bu doğru cavab deyil. Sən çox çalışmalı və diqqətli olmalısan. D-də deyir, müəllim deyir ki, sən hesablamalarda səhvə yol verdiyin üçün məsələnin cavabını tapa bilmirsən. Hesablamalarını bir də gözdən keçid, səhvini düzəlt. Müəllim, sən yenə də hesablamalarda səhvə yol verdin. Sən daha çox misal həll etməlisən. Bax, D-dir cavabımız. D ilə Y-də fərq nədir? D-də deyir ki, sən hesablamalarda səhvə yol verdiyin üçün məsələnin cavabını tapa bilmədin. Hesablamalarını bir də gözdən keçir, səhvini düzəlt. Y-də deyir ki, yenə də sən. Yəni, sanki
D-də daha məqsədə uyğundur, daha yumşaq vəziyyətdədir. Üstə gəldə onu görə biləcəyi işə yönləndirir. Deyir, bir daha da diqqətli ol. Yəni konstruktiv rəy odur ki, çox önəmlidir. İmtahanların olmazsa olmazıdır əziz müəllimlər. Düzgün, səmərəli rəydir. Anında, məqamındadır. Bir dəstəkləyici mühiti pozmadan bilavasitə gələcəyə yönləndirməkdir. Düşünürəm ki, qısa da olsa bu izahlarım sizin üçün faydalı oldu. Əgər oldusa, rəy bölməsində fikirlərinizi bölüşməyi unutmayın. Hər birinizə imtahanda uğurlar. Diqqətinizə görə isə təşəkkür edirəm.